Uğurlu insan sevdiklərini, sevmədiklərini, ancaq ona faydalı olana qurban verməyi bacarır. Qalanları isə ancaq sevdiyi, ancaq həzz verən işləri görür. Biz hamımız limitli xoşbəxtik. Yəni bir adam göstərin ki, tam xoşbəxt. Yəni tam xoşbəxt olmaq bu deməkdir ki, sənin bütün istədiyin arzulara sən çatırsan, hamısını realizə eləyirsən, bütün istədiyin addımları atırsan. Nə qədərimiz o addımları ata bilir? Ümumiyyətlə kim ata bilir bu həyatda? Bəzən xoşbəxtliyimizi də kiməsə də qurban da veririk. Tam qurban verməyin tərəfində deyiləm, ancaq məhdudlaşdırmağın tərəfindəyəm. Sevmədiyim işləri görməyin də tərəfindəyəm. Bunu çox-çox tirajlayırlar ki, insan sevdiyi işləri görsün, sevdiyi peşələri görsün. Həyatda bəzi uğurlar sevmədiyim işdən asılıdır. Elə işlər var ki, mən onu sevmədən eləyirəm. Həyatımda əldə elədiyim uğurların çoxu sevmədiyim yoldan keçib. Sevmədiyim işi görmüşəm, nəticə əldə eləmirəm. Sübh tezdən kimin içindən gəlir ki, səhər dursun, getsin, idman eləsin, çalışsın, vuruşsun, həftədə 7 günün, 5 günün məşq eləsin, sonra getsin dünya çempionu olsun. Bu heç kəsin sevmədiyi işdir. Elə uğurlu insanı uğursuzdan fərqləndirən də budur da. Ona görə burada çox seçim etməmişdən əvvəl belə hər tərəfli düşünmək lazımdır. Bəzən sevmədiyin işi görürsən, mütləq olaraq sevmədiyin işi görmək lazımdır bəzi vaxtda. Uşaqlara da biz sevmədiyi işləri gördürürük. Bir valideyn məcbur edir ki, uşaq oxusun, səhər tezdən dursun, dərsə getsin. Yox, əgər xoşbəxtlik doğrudan da elə sevdiyin işdən asılıdırsa, həyatda ancaq sevdiyim işi görməliyəmsə, uşağa niyə bunun əksini mən məcbur eləyirəm? Deməli, mən də anlayıram ki, yox, həyat bunun üzərində qurmayıb. İşə getmək kimin içindən gəlir? Ancaq maaşı almaq hamının içindən gəlir. Deməli, sən sevmədiyin işi görməlisən ki, sonunda sevdiyin işləri də görəsən. Həyatımız bu cürdür. Ancaq nəyi nəyə qurban verməyəsən. Mənə görə hər bir insanın bir dənə bir qırmızı xətləri olmalıdır. Bir düşüncədə, bir əxlaqında, davranışında onun o şəxsiyyətinin xətləridir də. Onu kiməsə qurban vermə, işə qurban vermə, nəyəsə qurban vermə. Bu xətləri qoru. Mənə görə o xətləri qorumaq önəmlidir.